بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين الحمد لله رب العالمين والعاقبة للمتقين الصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهر لا سيما بقية الله في الأراضين روح وأرواح العالمين لمقدم ترابه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Allah'ın lütfu inayetiyle Akaid'in 38. dersinde bahsimiz bugün inşallah peygamberlerin, ilahi peygamberlerin peygamberliğe seçilme sebepleri ve bunların gördüğü əməllər, vəzifələndikləri məsuliyyətdə və biz bu xüsusiyyətlərlə də bilə bilərik ki, bunlar peyğəmbərdir, ya yox. Peyğəmbərlər birinci xüsusiyyəti budur ki, asimani kitabları təlimi cəmaata verərlər. Asimani kitabdan məqsəd budur ki, səmavi kitabdan məqsəd budur ki, yəni ilahi elmlə onları tanış eləyərlər. Bu ilahi elm, bu əqaid, əhkam tipidir. Hər bir şeyə aid olan elmi Allahın elmi ilə tanış edərlər. Yəni ilahi elm deyəndə bu şeylər nəzərdə tutulmur, hovzada keçirilən təqəddəsdir. Hər biri və hər bir məsələdəki ilahi elmi açıqlayarlar. Və Allah Teala'nın elmi ilə tanış edərlər insanları. Əgər bu xüsusiyyət bir nəfərdə olması, biz məlumdur ki, o peyğəmbər, ilahi seçilmiş bir peyğəmbər deyil. Və çünki bu peyğəmbər Allah tərəfindən seçilibsə, bu öz maraqlarını cəmaata aşılamamalıdır. Çünki özünü seçməyib ki. Bəli, o peyğəmbərlər ki, əldə qeyrimə peyğəmbərlərdir, özlərindən peyğəmbərliklərini elan eləyirlər, indi də var. Bəli, bu əldə qeyrimə peyğəmbərlər cəmaatancı özlərinə dəvət edərlər. Allah adı ilə özlərinə dəvət. Yox. Bu ki, ilahi peyğəmbərdir və ilahi peyğəmbərin Allahın səfiridirlər, elçisidirlər. Onun sözünü bizə çatdıran. Necə ki, məsələn, hökumətlərdə, dövlətlərdə, siyasi məsələlərdə görür ki, bir dövlətin bir səfiri olur başqa ölkədə və həmin ölkəni təmsil eləyir. Səfir orada öz bildiyini eləmir. Ölkəsinin siyasətinə uyğun orada hərəkət edir. Bu normal bir qərari məsələdir. Bu da səfirdirsə, özünün orada heç bir maraq çərçivəsi ilə hərəkət eləmir. Fəqət kim tərəfindən səfirdir, onun maraqlarını müqabil tərəfə çatdırır. Və ikinci xüsusiyyəti hikmət. Hikmət bəhsini bizlər ki, oxumuşuq. Ki, Allahın hikmət bəhsində, tövhid bəhsində keçdi. Hikmət insanlara öyrədir. Hər bir şeyi öz yerində istifadə eləmək. Hər bir şeyin həqiqətini bilib, vaqiyyətini bilib, onun həqiqətinə uyğun o şeylə rəftar və münasibət qurmaq. Bu peyğəmbərlərin ilk xüsusiyyətlərindən biridir. Və Quran-ı Kərimdə Allah Teala buyurur ki, "Kəmə ərsəlnə fikum rəsulən minkum." Necə ki, biz elçi göndərdik sizə, sizin içərinizə, sizdən. Bunların hər bir ayəsinin hikməti var, təfsirdə inşallah qismət olsa. "Yətlu aleykum ayatina." Bunların işi nədir? Bizim ayələrimizi sizə tilavət edərlər. Ayədən məqsəd boş kitab oxumaq deyil. Yəni, mənim o aləmdə yaratdığım
bu nişanələr ki, o kəlam şəklində sizə gəlir, onları açıqlayarlar. Və yüzəkkihim və sizi, yüzəkkim təskiyə bəhsi, indi bundan sonraki də deyəcəmdir, təskiyə edələr, o təskiyə edin deyəcəm sonra. Və yuallimukumul kitabə və ilahi kitabı sizə öyrədərlər. Bundan işi budur, elm öyrətsinlər. Yəni, tarix boyu bu bəşəriyyəti elm öyrədən fəqət peyğəmbərlər olur. Bəşəriyyət elmi peyğəmbərlərdən alıblar. Elmi ustad peyğəmbər olur. Ona görə İmam Sadiq əleyhissalam və İmam Baqir əleyhissalam gəldilər, peyğəmbərlərin bütün elmlərini açdılar. Bu, indiki bizim əlimizdə qaldı, fizikə, riyaziyyat, kimya, astronomi, həndəsə, cəbrizat, bunlar hamısı ilahi elmlərdir ki, peyğəmbərlər öyrədib, ondan sonra o elmlər fəqət və fəqət xas adamlarında qalır və o xas adam cəmaat da bundan heç, əlhamdülillah, indiki kimi də diqqət edin, cəmiyyətimizdə bizim neçə dənə həqiqi savadlı professorumuz var. Elm xadimimiz var. Həqiqətən, həqiqi elm sahibi xadim. Və nə qədər də adi elm xadimi olanlar var. Sən qabili müqayisə dör. Sən heç tərəzinin gözünü qoymağa adam xəcalət çəkir. Dünyada da o cürdür. Şu işrətlə yaşamağa, belə səfehlik həyatı keçirməklə, rahatçılıqla həyat sürməyə çalışanlara baxaq, həqiqi elm dalıcan gedənlərə baxın. Ya elmdən nələrəsə görə istifadə eləmək üçün gedənlərin sayına baxaq. Həqiqi elm öyrənib, əməl eləyib və öyrətmək üçün gedənlərin sayına baxaq. Heç müqayisə eləmək deyilməz. Adam utanır müqayisə eləmək. Həmişə bu bir tərəf, o əks tərəf çoxluq təşkil edir, özdə müqayisə olunmaz dərəcədə. Məsələn, bu ilahi peyğəmbərdən işi budur, bu insanları hidayət etmək üçün onlara həmişə elm və mən hətta tarix dərsində o bəhsi də açdıq, iqra. İlk dəfə oxu kəlməsi bizdə və ilk vəhiy oxumaqla, elmlə insan, elm, diqqət edək, elm heç vaxt bizlərdə hədəf olmayıb. Elm vasitədir. Peyğəmbərlər həmişə gəliblər, insanların vasitələri təqdim ediblər ki, o vasitələrlə hədəfə getsinlər. Amma müqabil tərəf ya vasitələri hədəf kimi göstəriblər, ya əslən insanları başqa bir şeylərlə vasitələrdən yayındırıblar. Kitabı öyrədər, kitab yəni ilahi elm. Vəl hikmətə, və əslən hikmət, hər bir şeyin, həqiqətin, vaqiyyətin insanlara öyrədərlər ki, bunlarla necə davranmaq, necə münasibət qurmaq, necə əlaqə yaratmaq lazımdır. Çünki bir şeyin həqiqətini bilməsin, onu ilə qurduğun münasibət həmişə xətalı olar. Və yuallimukum, və sizə öyrədərlər nəyi? مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ. Siz o şeylər ki, bilmirsiniz. Heç vaxt bildiyin şey sənə öyrətməyə gəlməyib. Bilmədiyiniz şeyləri sizə öyrətməyə gəlir ki, tarix doludur bu. Və yalancı peyğəmbərlərlə doğrusu peyğəmbərlərin məsələsi budur. Ona görə məsələn, Quran-ı Kərim barəsində buyururlar ki, dünya nə qədər qocaldıqca Quran bir o qədər cavanlaşır. Gözəl sözdür bu. Yəni, dünya nə qədər qocalır, bir o qədər ki, dünyada elmi inkişaflar gedir, gəl görürlər ki, bunun Quranda işarələr var. Amma biz Qurana baxmamışıq, getmişik. Məlum olur ki, amma bu yalancı peyğəmbərlərə getib, təzə nəyin var? Heç nə. Neyi olacaq? Bu Allah tərəfindən gəlməyib, axı. Neysə də olsun. Və sanki bu təzə qənəbi, valla təzə nə ixtiram var sənin? Təzə bir elmin nailiyyətən nə bir şey deyə bilərsən? Gedək yoxlaya görə sənin dediyin düzdür ya.
Bugün necə görmüşsünüz ki, desinlər ki, İslam Peyğəmbərin kitabında məsələn filan nəzəriyə işarə var, amma elm bugün sübut edir ki, bu səhvdir. Yox. O elmi nailiyyətlər ki, 1400 il sonra indiki bu sürətlə ki, texnologiya inkişaf edir ki, bu sürəti hələ qabağına almaq, bunu adam düşünəndə bu sürətlə gedir, Allahu Əkbər. Hələ bu nailiyyətləri əldə edəndən sonra 1400 il bundan qabaq Quran işarə vurduqlarını indi hələ dərk edilməyə başlayıblar. Amma bunlar elə indi nə deyirlər? Heç nələr yoxdur. Çox danışmıyor. İkinci, təskiyə. Təskiyə niyə deyərlər? Təskiyə yəni bir şey təmizləmək. Əxlaq ustadları, Əhl-i Beyt əleyhissalamlar mübarək kəlamlarından bu zülalı çıxardıblar. Deyil, insan istəyir ki, əxlaq olsun, əxlaq sahib olsun. Birinci növbədə təskiyə. Təskiyə nədir? Məsələn, yeməyi adam və yaxud suyu, çayı, insan batıq qaba tökəndə necə olur, təmizlənmiş qaba tökəndə necə olur? Ondur ki, təmizlənmiş qaba tökülsə daha yaxşı olar. Amma batıq qaba tökəndə həm dadına təsiri var, həm onda mümkündür o batıq zəhərdən ibarət ola bilər, mümkündür mikroblardan ibarət ola bilər və əslində əks nəticə verər insana. Bəzi zamanlar da bu cürdür ki, bizlər bəzi əxlaqı xüsusiyyətləri istəyirik, mənimsəyək, amma o rəzalət sifətləri ki var, o sifətləri özümüzdən təmizləməmiş, bu sifətləri qatanda da bu əxlaqı sifətlərinə toqquşurlar, aləm deyirlər bir-birinə. Amma İslam, məsələn, diqqət edin, bu özlərini mütəfəkkir kimi göstərən insanlar həmişə əxlaqı insanlara aşılayarlar. Amma İslam Peyğəmbərlərin, yəni Peyğəmbərin, ilahi Peyğəmbərlərin xüsusiyyəti budur. Birinci gələnlər insanları təmizləyərlər. Bunların qəlblərini pak eləyərlər hər şeydən. Ondan sonra ilahi marifi ötürərlər. Həqiqi marifi ötürərlər qəlbə. Ki, Quran ayəsində elə Bəqərə 151-ki oxudum, orada وَيُزَكِّيكُمْ sizi təskiyə edərlər. Sizi o pis əxlaqdan, pisliklərdən çəkindirərlər. Bir nəfər ki, gördün ki, o pislik, o ki, gördün o, keçən dəfə misal çəkdir, o anasının dəfnində o vəhşiliyi eləyəndən nə Peyğəmbər çıxar? Adam özünün öləndən sonra ona tapşırmaq qorxuyor ki, bu anasına bu ölməsizlik edir. Qeyri anasına görünələrində oyunlardan çıxar bu Peyğəmbər. Adı Peyğəmbər olan bu faşivə Peyğəmbər. O, üçüncü. Üçüncü xüsusiyyət bundan ibarətdir ki, Quranın Qafiyyə surəsinin 21-ci ayəsində də Allah ona işarə vurur. Təzəkkür. Təzəkkür, yəni yada salmaq. Yəni Peyğəmbərlər gəliblər, təzə bir şey getirməyiblərsə, o insan fitrətini olan şeyləri oyadırlar. Və illa elə bir təzə bir gen düzəltmirlər. Məsələn, bu günləri çox təəssüflə gəlin, əgər baxın, hələ bu dəqiqə çox aşılanır bu məsələ, Amerika və İsrail şirkətləri ki, bu yemək məmulatlarında xüsusilə bu zəhmətləri çəkirlər, insan genini, fitrətini değişsinlər. Rum surəsi 30-cu ayə bu iki dənə qanmaza işağı vurur başına. Deyir, bu Allahın əlindədir. Ölsün də değişə bilməyəcəksən. Ona görə məsələn bu Hollywood kinolarındakı neçə illər bundan qabaq bu siyasətin üstündə planlarını qoyublar, bu pulluları, bu pulu tökürlər ki, robot insanı, yəni mənim sözümlə oturub duran insanlar bu dünyada
Bu tarix boyu cür olub da, Firon da cür olub da, yəni bütün dünya mənə qul olsun, məndən deyirəm oturub dursunlar. Bunlar deyince bütün dünya bizim sözümüzdən oturur. Siz kimsiz ki sizin sözünüzdən oturur? Allah'a qoyub sənin sözündən də oturmalıyım mən. Sənin kimi səfət deyirəm ki mən. Amma diqqətini Peyğəmbərlər gəlməyiblər bunlar kimi insanın genini, yəni fitrətini deyişsinlər. Gəlirlər fitrətində olan həqiqətləri oyatsınlar, o istedadları oyatsınlar. İnsandan gəliblər, insanda olan insani xüsusiyyətləri xatırlasınlar. İnsana təzə bir şey getirmirlər ki, məsələn, əxlaqa riayət eləmək çox çətindir. Kim deyir çətindir? Əxlaqa riayət eləmək, bütün şəraiti səndə, məndə, hamımızda var bu istedad. Bu istedad var. Peyğəmbərlər gəliblər təzəkkür. Fəzəkkir innəmə əntə müzəkkir. Hatırlat ki, sənsən fəqət insanlara, bəşəriyyətə, insanlığı xatırladan, yadlaranasan. Dördüncü, bugünkü bəhsimizin sonundakı sonuncu, amma bu çoxdur. İnşallah sabahki bəhsimizə bunun ardı gələcək gələn. Xüsusiyyətlərindən biridir, ilahi Peyğəmbərlərin xüsusiyyətlərindən biridir budur ki, İnsanları nökərçilikdən, qulçuluqdan, asılı olmaqdan, əsarətdən azadlığa doğru apararlar. Bütün, məsələn, bizim İslam Peyğəmbəri gəlməmişdən qabaq, hamı, məsələn, Məkkədəki o ən aşağı səviyyəli başçıların əlaltıları idilər. Peyğəmbər gəldi, dedi, o da insansın, dedirsə, kim kimə? Fəqət insanlara hökm edən ilahi hökmləri, Allah hökm edə bilər. Allahın da hökmlərdə, Allahın göndərdikləri yerdə qalan haqqı yoxdur kimisə kiməsə hökm etməsi. Məgər Allah izin verməsin. Tövhid əqidəsini burada keçdikdə biz təqnim, qanun qoymaq, şəriət, təşri bəhsində. Heç kəsin haqqı yoxdur kiməsə hökm eləsin. İnsanları gəliblər azad düşüncə, həqiqi demokratiya budur. O tərəfdə demokratiyanın adı var. Avropanın özündə demokratiya yoxdur, Amerikada demokratiya yoxdur, İsraildə demokratiya yoxdur. Hamısı fırıldaq, dırnaq arası demokratiya, yəni fırıldaq, həqiqətdə olan fırıldaq. Zahirdə pərdə gözü açmaq üçün olan demokratiyadır. Amma ilahi Peyğəmbərlə gəlib insanlara əsarətdən çıxarsın, azad düşün, azad ol, kimsə sənin üstüvə hökm verən olmasın. İmam Hüseyin əleyhisselamın Aşura rəkatı buna dedi. İslam Peyğəmbəri ona dedi. Həzrət Əmir əleyhisselam insanlara bunu, bütün imamlarımız, İmam Zaman ağam dövləti bunun üçün gəlib qurulacaq inşallah. Mərcələrimizin işləri bundan ibarətdir. Mərcə demir ki, mən nə deyirəm ona qulaq as. Allah bunu deyir deyə qulaq as. Mən mərcənin nə deyir, sənə söz deməyə haqqım yoxdur özümdən. Fəqət Allahın sözünü, Peyğəmbərin, imamın sözünü sənə deyirəm. Və başqa Peyğəmbərlərə diqqət edin, Həzrəti İsa'nın həyatına diqqət edin. Həzrəti Musa ki, bu Bəni İsrail qovmini Misir fironların əlindən nicat verdiyindi ki, Fələstin torpağına getirdi ki, bir gün görsünlər. O da ki, inşallah Qur'anda təfsirlərdə görəcəksiniz, nə oyunlar açıblar Həzrəti Musa'nın başına bu Bəni İsrail qovmi. İndi rahat gəldirlər ki, bura bizimdir. İndi diqqət elə, gəliblər. Hansına diqqəti əsarətdən çıxardıblar. Quran ayəsi, A'raf surəsi 157, bu bir dənə ayədir, belə ayələr çoxdur. يَدَوْ عَنْهُمْ إِسْرَهُمْ وَالْأَغْلَالَ
əlləti kanət əleyh. Gəliblər sizi o zəncirlərdən açıb azadçılıq bəxş eləsinlər. Biz bugün Peyğəmbərlərin o insan həyatını olan verdikləri bəhrələr və xüsusiyyətlər 4-5 ilə bugün tanış olduq. İnşallah gələn dərslər bir neçəsi ilə tanış olacaq davamında. Velhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed və əhl-i beytə.